Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Real cavabdasınız. Qonağımız İST Əlavə Təhsil Mərkəzi MMC-nin Sətan və Keyfiyyətə Nəzarət Departamentinin rəhbəri Cabir müəllim Mustafayevdir. Xoş gəlmisiniz. Xoş günlərdə görüşək. Təmsil etdiyiniz şirkət uzun illərdir əməyin mühafizəsi, təhlükəsizlik, ətraf mühitin qorunması və keyfiyyətə nəzarət sahəsində peşəkar fəaliyyəti ilə tanınır və bu sahədə həm özünüz, həm də şirkətiniz dəyərli təcrübəyə malikdir. Bəli. Əvvəlcə istərdim şirkətiniz haqqında ümumi məlumat verəsiniz. Şirkət İST şirkəti İST Əlavə Təhsil Mərkəzi 2019-cu ilin fevral ayında bir qrup mühəndis və insan resursları mütəxəssisləri tərəfindən quruldu. Hal-hazırda 80-ə yaxın daimi, 100 nəfərə yaxın freelance əməkdaşımız var. Fəaliyyətə başlayarkən bazarda açıq bir boşluq var idi. Təhlükəsizlik üzrə təlimlər çox vaxt nəzəri qalırdı. Real istehsalat və əməliyyat mühitini əks etdirmirdi. O baxımdan İST-in yaranma ideyası təhlükəsizliyi formal yanaşmadan çıxarıb biz real bacarıq və davranış modelinə çevirmə üzərində qurduq və bu belə bir quruluş halına gəldi. Bugün biz sətəm, sənaye və dənizçilik sahələrində həmin boşluğu praktik, ölçülə bilən və nəticə yönümlü yanaşma ilə doldururuq. 2019-cu ildən bu günə qədər ən böyük inkişaf mərhələniz hansı olub? 2019-cu ildən bu günə qədər deməli ən böyük inkişaf mərhələmiz infrastrukturun və etimadın paralel şəkildə böyüməsi ilə xarakterizə olunur. Bu gün İST artıq sadəcə sözlə deyil, konkret göstəricilərlə danışan bir qurumdur. Hazırda 6 ofislə fəaliyyət göstəririk. 2 hektardan artıq ərazini əhatə edən 2 təlim poligonumuz var. 2 təlim gəmimiz və 48 təlim otağımız mövcud. Bu müddət ərzində 65 mindən çox sertifikat təqdim etmişik və 800-dən çox B2B əməkdaşlıqlar qurmuşuq. Məhz bu inkişaf bizi klassik təlim mərkəzi anlayışından çıxararaq geniş miqyaslı və kompleks hazırlıq modelinə gətirib çıxarır. İST-in digər sətəm təlim mərkəzlərindən fərqləndirən əsas üstünlükləri nələrdir? Üstünlüklərimiz deməli, Aytan xanım, əsas fərqimiz bizim miqyas və spektr genişliyindədir. Bugün təlim metodikalarımız ölkə qanunvericiliyinə əsaslanır və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları və institutları azlaşır. Təlimlərimiz yüksək praktik yönümlüdür və real əməliyyat mühitə yaxın şəraitdə həyata keçirilir. Texniki təhlükəsizlik sahəsində ilk lisenziyalı əlavə təhsil mərkəzi olaraq fəaliyyətimiz yalnız təlimlə məhdudlaşmır. Eyni zamanda biz sətəm üzrə konsultasiya xidmətləri göstəririk, sənədləşmə, sistemləşmə işləri həyata keçiririk, iş elan atestasiyasını həyata keçiririk. Sətəm sənaye dənizçilik sahələri üzrə ayrı-ayrı ixtisaslaşmış struktura yanaşmalar tətbiq edirik. Bizim üçün yəni təhlükəsizlik sadəcə bilik deyil, məhz təcrübə ilə möhkəmlənən real bacarıqlardır. Cabir müəllim, təmsil etdiyiniz şirkət qarşıdakı 3-5 il üçün strateji hədəfləri nələrdir o şirkətin? O haqda istərdim ətraflı məlumat verəsiniz. Təşəkkür edirəm. Bizim 3-5 il üçün strateji hədəflərimiz aydındır və sistemli yanaşmaya əsaslanır. Təlim metodikalarımızı beynəlxalq standartlara daha da uyğunlaşdırmaqla yanaşı, biz milli qanunvericiliklə tam uyğunlaşdırılmaqla davam etdirəcəyik inşallah. Davamlı təkmilləşdirmə mədəniyyətini bütün fəaliyyət sahələrimizdə ardıcıl və strukturlaşdırılmış şəkildə tətbiq edəcəyik. Sətəm və texniki təhlükəsizlik sahəsində regional lider mövqeyimizi möhkəmləndirmək bizim əsas məqsədlərimizdən biri sayılır. Bununla paralel olaraq praktiki təlim infrastrukturumuzu genişləndirəcək, təlimdən sonra məşğulluq göstəricilərini daha da artmasına biz fokuslanacağıq. Texniki təhlükəsizlik üzrə lisenziyalı ilk əlavə və təhsil mərkəzi olmaq sizə hansı məsuliyyətləri yükləyir? Bu status İST şirkətinə yüksək etimad qazandırmaqla yanaşı, eyni zamanda daha böyük də məsuliyyət də yükləyir. Çünki bu məsuliyyət ilk növbədə təlimlərin qanunvericiliyə və təsdiqlənmiş metodikalara tam uyğun şəkildə keçirilməsini, müştərilər və sifarişçilər qarşısında şəffaflıq və hesabatlığın təmin olunmasını əhatə edir. Eyni zamanda təhlükəsizlik sahəsində nümunəvi yanaşma nümayiş etdirmək, keyfiyyət standartlarını daim qorumaq və davamlı şəkildə inkişaf etdirmək bizim əsas öhdəliyimiz sayılır. Yeni təlim istiqamətləri və ya texnoloji yeniliklər planlaşdırılırmı? Bəli, planlaşdırılır. İST hazırda həm sənaye, həm də sətəm sahəsində təlim və konsultasiya fəaliyyətini davamlı olaraq genişləndirir. Təlimlər yalnız bilik ötürülməsi ilə məhdudlaşmır. Eyni zamanda biz risklərin idarə olunması, sistemləşmə, təhlükəsizlik mədəniyyətinin qurulması istiqamətlərində əhatə edirik.
Bu yanaşma gələcəkdə texnoloji və metodoloji yeniliklərin tətbiqi üzrə möhkəm baza yaradacaqdır ki, təlimlərimiz daha praktik və səmərəli olsun. Bunun üçün biz sahə üzrə əsaslı simulyasiyalar, xüsusi hazırlıq kursları, davamlı təkmilləşdirmə mexanizmləri üzərində işləyirik. Təlim alan şəxslərin iş həyatında real dəyişikliklər gördüyünüz hallar olubmu? Bəli, əlbəttə. Biz təlim, səthən və dənizçilik istiqamətində bunu çox şəkildə görürük. Məsələn, 2021-ci ildən peşə təhsili alan şəxslərin 65%-dən çoxunun işlə təmin olunmasına nail olmuşuq. Bu nəticələr iş təlimlərinin praktiki dəyərini və əmək bazarına uyğunluğunu açıq şəkildə sübut edir. Sizin təcrübənizə görə istehsalat qəzalarının əsas səbəbi nədir? Avadanlıqdır, insan faktorudur, yoxsa idarə etmədir? Bilirsiniz, mən 19 ildən çoxdur sətəm sahəsindəyəm və bu illər ərzində neft-qaz sənayesindən tutmuş təhsil sənayesinə qədər, təhsil sahəsinə qədər gəlib çıxmışam və müxtəlif vəzifələrdə işləmişəm. Hal-hazırda da sətəm üzrə beynəlxalq şirkətləri konsultasiya eləyirik. İstehsalat qəzalarının, hadisələrin səbəblərindən əsas biz götürə bilərik fərdi mühafizə vasitələrindən istifadə olunmamasını, hadisə baş verdikdən sonra onların kök səbəblərinin araşdırılmamasını. Məsələn, elə hadisələr olur, biz ona hadisədən yan keçmə deyirik. Hadisələrdən yan keçmələr araşdırılmır. Ancaq onlar elə böyük hadisələrin səbəbidir və böyük hadisələrə gətirib çıxarılmağın ən birmənalı səbəblərindən biri hadisələrdən yan keçmənin araşdırılmamasıdır. Avadanlıqlardan düzgün istifadə olunmaması gətirib çıxardır hadisələrə və qəzalara. Ümumiyyətlə insan faktoru, siz sual verdiniz ki, insan faktoru və yaxud da idarə etmə. Edward Demingin yanaşması var. Mən bir neçə çıxışlarımda da bunu bildirmişəm. O həmişə vurğulayırdı ki, hər hansı bir hadisə baş verirsə, onun səbəbi 94% hansısa bir sistemin boşluğundan ola bilər, 6% insan amilidir. Ona görə də mən belə düşünürəm ki, hadisələrin baş verməsinin səbəbləri araşdırılmalıdır və bu əsasən də sistem boşluqlarına fokuslanmalıdır. Ölkəmizdə fəaliyyət göstərən müəssisələr sətəmə kifayət qədər önəm verirmi? Yəni ən çox rast gəlinən səhvlər hansılardır? Zəhmət olmasa sadalayardınız. Azərbaycanda müəssisələrin bir qismində sətəmə formal yanaşmalar mövcuddur. Yəni hələ də qalmaqdadır. Təəssüflər olsun ki, qanunvericilik tələbləri yerinə yetirilsə də təhlükəsizlik mədəniyyəti və yanaşma çox vaxt kifayət qədər inkişaf etməyib. Ən çox rast gəlinən səhvlər risk qiymətləndirilməsinin məsələn kağız üzərində qalması. Risk qiymətləndirilməsi aparılır, ancaq əməl olunmur. İşçilərin təlimlərinin və təlimatlarının formal keçirilməsi, fərdi mühafizə vasitələrindən düzgün istifadə olunmaması, hadisələrdən sonra araşdırılmanın aparılmaması və bu da nəticədə sətəm idarəetmə alətinə yox, sətəmi məcburi bir prosedur kimi qalmağa məcbur edir. Risk qiymətləndirilməsindən danışmışkən, elə maraqlıdır, risklərin düzgün qiymətləndirilməsi bir müəssisənin gələcəyinə necə təsir edir? Risklərin düzgün qiymətləndirilməsi bir müəssisəyə gözlənilməz qəzalardan, maliyyə itkilərindən və reputasiya zərbələrindən qoruyur müəssisəni. Bu işin dayanmamasını, işçilərin sağlam qalmasını, avadanlığa zərər gəlməməsini təmin eləyir. Nəticədə də müəssisə daha dayanıqlı olur, xərclər azalır və uzunmüddətli inkişaf üçün etibarlı zəmin formalaşır. Sətəm sahəsində karyera qurmaq istəyən gənclər var. Bu gənclərə nə tövsiyə edərdiniz? Biz peşəkar sətəm mütəxəssisi kimi. Sətəm sahəsində karyera qurmaq istəyən gənclər əvvəlcə bu işi sevməli, bu işə sənət kimi yox, sənət işi kimi yox, real risklərin idarə olunması kimi qəbul etməlidirlər. Güclü nəzəri bazı ilə yanaşı, yəni həm təlim almalıdırlar, həm sahədə praktiki təcrübə toplamalıdırlar, beynəlxalq standartları öyrənməlidirlər, kommunikasiya və liderlik bacarıqlarını inkişaf etdirməlidirlər. Ən önəmlisi isə daim öyrənən olmalıdırlar, prinsipial və məsuliyyətli olmalıdırlar. Bu sahədə çünki verilən qərarlar birbaşa insan həyatına təsir edir. O baxımdan da çox yaxşı bir deyim var ki, işə gələrkən pul haqqında deyil, işimi necə görmək haqqında düşünməliyəm. Əlbəttə ki. Bax, bu zaman artıq peşəkarlıqdan söhbət gedə bilər. Tamamilə doğru. İşə götürənlər və işçilər təhlükəsizlik mədəniyyətini gücləndirmək üçün bugün nə etməlidirlər? Təhlükəsizlik mədəniyyətini gücləndirmək üçün işə götürənlər bugün təhlükəsizliyi prioritet kimi açıq şəkildə nümayiş etdirməlidirlər. Yəni sözlə yox, bunu əməldə, əməliyyatla da nümunə göstərməlidirlər işçilərə.
Məsələn, işçilərə risklər gizlədilməməlidir. Təhlükələr görüldükdə onlar barəsində məlumat verilməlidir. Qaydalara əməl olunmalıdır. Məcburiyyət olmamalıdır. Ümumiyyətlə məcburiyyətə son qoyulmalıdır. Şəxsi məsuliyyət kimi qəbul etməlidirlər öz işlərini. Qarşılıqlı etimad, açıq ünsiyyət olmalıdır və davamlı təlimlərə cəlb olunmaqla təhlükəsizlik mədəniyyətinin əsasını təşkil etmək olar bu məsələdir. Cabir müəllim, ümumiyyətlə sətəm mədəniyyəti nədir? İstərdim bu barədə danışasınız ki, dinləyicilərimiz də daha ətraflı məlumat əldə etsinlər və bu mədəniyyət işçilərə necə və nə cür aşılanır? Sətəm mədəniyyəti təhlükəsizliyin yalnız qaydalar toplusu deyildir, Aytan xanım. Hər bir işçinin düşüncə tərzidir və gündəlik davranışıdır. Mən həmişə vurğulayıram ki, öz işçilərimə də və hər hansı bir müəssisədə, yoxlamalarda, auditlərdə də olanda sətəm bizə evdən başlayır. Biz yuxudan durandan üzr istəyirəm. Bizdə sətəm mədəniyyəti artıq formalaşmalıdır. O evdən çıxarkən işıqların söndürülməsi, elektrik təchizatının ayrılması məsələləri bu istiqamətdə işə gələrkən də həmin qaydada. Yəni evdə necə, işdə də elə. Yəni ailəsini düşünən, necə gəlmisənsə işə sağlam, evə də elə sağlam getməlisən və bu mədəniyyət işçilərdə formal təlimlə yox, rəhbərliyin nümunəvi davranışı ilə, açıq ünsiyyəti ilə, real risklərə əsaslanan təlimlərlə, təhlükəsiz davranışın qiymətləndirilib təşviq edilməsi ilə formalaşır. Gəlin xarici təcrübəyə nəzər salaq istərdim. Azərbaycanda sətəmin fəaliyyəti xarici təcrübələrlə müqayisədə çatışan və çatışmayan tərəflərindən danışaq. Bəli, çatışan tərəflər var, çoxdur. Şükür Allaha ki, hal-hazırda bizdə Azərbaycanda böyük şirkətlərdə, xüsusən neft-qaz, tikinti kimi sahələrdə sətəm sistemin qurulması, prosedurların olması, yəni biz artıq şahid oluruq ki, güclü sətəm sistemləri qurulur, prosedurlar yazılır, təlimlər keçilir, təlimatlandırmalar aparılır, işə icazə sistemləri qurulur, fərdi mühafizə vasitələrinin istifadəsi artıq əsas elementlərdən birinə çevrilir, daxili auditlər keçirilir. Ancaq təəssüflər olsun ki, çatışmayan tərəflər də var. Bunlar bəzi müəssisələrdə sətəmin çox vaxt kağız üzərində qalmasıdır, risk qiymətləndirilməsinin, tədbirlərin real iş prosesinə tam inteqrasiya olunmamasıdır, rəhbərliyin sahədə davranışla nümunə göstərməməsi, təhlükəsizlik liderliyinin çox zəif olması, az qala hadisələrin, yankı hadisələrdən yan keçmələrin biz ona niyəmi istəyirik. Onların açıq şəkildə bildirilməməsi, cəza qorxusu və s. Adətən rast gəlirik. Yəqin siz də etiraf eləyərsiniz. İşçilər müəssisələrdə sətəm əməkdaşlarına sanki onlara mane olan bir şəxs kimi yanaşırlar. Halbuki dərinə gedəndə, düşünəndə bu işçi bu əməkdaşın təhlükəsizliyini qoruyur. Bəli. Amma təəssüf ki, belə məqamlar var, rast gəlirik ki, onlara mane olan şəxs kimi qəbul edirlər. Bax, bu stereotipi yarmaq üçün nə etmək lazımdır? Ümumiyyətlə bu stereotip ona görə ümumiyyətlə formalaşır ki, biz sətəm mühəndisləri olaraq, yəni sətəm mütəxəssisləri olaraq sahədə cəza tətbiq eləyən bir şəxs kimi görsənirik. Yəni əslində bu belə olmalı deyil. Çünki sətəm əməkdaşı bəzən elə yalnız qadağa qoyan, cəza tətbiq edən, işi saxlayan bir şəxs kimi görsənir. Bunu dəyişmək üçün də sətəm sahədə əslində nəzarətçi formasında yox, tərəfdaş olmalıdır və işçiləri dinləmək, real problemlərin həllində onlarla birlikdə olmaq, işin necə təhlükəsiz və eyni zamanda səmərəli görüləcəyini göstərmək vacib elementlərdən biridir sətəm mütəxəssisi üçün. İnsan görməlidir ki, sətəm işi ləngitmək üçün yox, onun sağlam şəkildə evə qayıtması üçün stereotip məhz bu zaman qırıla bilər ki, sətəm bilinsin ki, sahədə yalnız işi saxlamaq üçün deyil də, yəni işçilərin sağlam necə evdən gəliblərsə, elə də sağlam işə getmələri üçün zəmin yaratsın. Ümumiyyətlə illərdir bu sahədəsiz də, artıq 20 ilə yaxındır ki, bir mütəxəssissiz, peşəkarsız və həm də ekspertsiz. Bəli. Qarşılaşdığınız və sizi qane etməyən tərəflərdən danışaq. Bu işçilərlə bağlı. Qane etməyən tələblər işçilərdə çoxdur. Məsələn, onlardan da biri onların təlimli olmaması, onların təlimat alma zamanı
maraq göstərməməsi, STM-in qaydalarına maraq göstərməmələri, artıq təlimatlandırmadan sonra sahədə ona əməl etməmələri. Biz məsələn vurğulayırıq ki, giriş təlimatı keçərkən işçilərə, məsələn işçilər yeni müəssisəyə daxil olanda biz onlara giriş təlimatı veririk. Giriş təlimatı veriləndə işçilər əsasən fərdi mühafizə vasitələrindən istifadə olunması, davranış qaydaları, özlərini hansı təhlükə zamanı necə aparacaqları barəsində məlumatlar alırlar. Ancaq bir çox hallarda görsənir ki, təlimatlar qulaq ardına vurulub, qulaq asılmayıb, fərdi mühafizə vasitələrindən istifadə olunmur, təhlükələr görülür, ancaq məlumatlar verilmir. Yəni bu məni ən çox STM mütəxəssisi kimi narahat edən məqamlardan biridir. Cabir müəllim, şirkətiniz haqqında azca araşdırma apardım, amma kiçik də olsa bir nöqsana rast gəlmədim. Yəni bu balansı necə qoruyursunuz? Şükür Allaha ki, biz artıq bazarda uzun illərdir fəaliyyət göstəririk və Azərbaycanda ilk lisenziya almış, İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyalaşdırılmış bir şirkətik. Bizim verdiyimiz təlimlər, təlimatlar da beynəlxalq standartlara uyğunlaşır. Biz müxtəlif ISO standartlarına əsasən təlimlər keçirik. Ona görə də bu istiqamətdə heç bir qüsurumuz olmayıb bu vaxta qədər. Təşəkkür eləyirəm. Gəldiniz, vaxt ayırdınız, suallarımızı səbirlə, təmkinlə cavablandırdınız. Bir daha xatırladım ki, real cavabı dinləyirdiniz. Mövzumuz isə müasir iş mühitində əməyin mühafizəsi, təhlükəsizlik və STM sənaye təlimlərinin rolu idi. Qonağımız isə az əvvəl qeyd etdiyim kimi İST Əlavə Təhsil Mərkəzi MMC-nin STM və Keyfiyyətə Nəzarət Departamentinin rəhbəri Cabir müəllim Mustafayev idi və düşünürəm ki, Cabir müəllimin bu sahədə təqdim etdiyi məlumatlar əməyin təhlükəsizliyi, sağlamlıq, ətraf mühit və keyfiyyətə nəzarət sahəsində biliklərimizin artırılmasına mühüm töhfə verdi. Bizi dinlədiyiniz üçün təşəkkür. Çox sağ olun. Sağ olun.